Vaxt olardı kaş, bunu mən geniş izah eləyərdim. Amma bir cümlə ilə deyim ki, Allah özünü pərdə arxasında gizlədir. Və burasına fikir verin. Deyir, mənə görə özünü qorumaq istəyirsənsə, ancaq aşıq olmalısan. Çünki biri gözünün qabağındadır, sənə baxırsa, ona görə özünü qorumaq aşıqlı istəmir. Kameranı qoyublar, səni güdürlər, müdür də gözünün qabağında bilirsən, baxır, bir şey götürsən, ya səni işdən çıxardacaq, ya səni tutturacaq, bu təqva deyil. Bu gözəl deyil. Gözəl nədir? Gözəl budur ki, özü pərdə arxasındadır, gizlənib. Cəza verməyə də tələsmir, fürsət də verib. Deyir, indi istəyirsənsə özünü mənim üçün qoru. Nisiyəliyi gözəlliyi verir təqvaya. Nisiyədir deyə özünü qorumaq üçün onun üçün gərək onu sevəsən mütləq. Bunu izah eləməyə vaxtım yoxdur deyirəm. Nisiyədir deyə nağd gözünün qabağında olsaydı bu məfhumun o qədər şövqü ləzzəti olmazdı. O pərdə arxasında gizlənib, elə bil ki, bir mənada naz eləyir sənə, sən onun üçün ki, hələ görməmsən, eşitmirsən sorağını, başlayırsan özünü qorumağa, bəzəməyə. Görmədiyin üçün də özünü qorumaq ancaq eşqdən ola bilər.